Bildiğiniz kimi 11-ci sinifin imtahanının buraxılışının tarixinin çıxmasına çox az qaldı. Çox güman bu həftə ərzində və önümüzə baxan həftələr ərzində imtahanın zamanı çıxmalıdır. Və bir çox yoldaşımın da müraciət etdiyi üzərə mən buraxılış imtahanına qədər və ya blok imtahanına qədər vaxt itkisinin qarşısını necə almalıyıq, vaxt bölgümüz necə olmalıdır, bu haqda bir video çəkmək istədim. Mən öz vaxt bölgüm haqqında danışacağım və arada sırada sizə də tövsiyələr verəcəm. Bəlkə də aralarından bəziləri sənə də lazım olacaq. Kanalıma xoş gəldin. İlk öncə istədiyim şey budur. Otur və bütün boş olduğun zamanları yaz. Məsələn, bugün hazırlığa gedəcəksən, sabah hazırlığa getməyəcəksən, birisi gün hazırlığa gedəcəksən və ya axşam çağı vaxtın olacaq. Bütün boş vaxtlarını tapıb yazmağını istəyirəm. Beləliklə günün nə qədər hissəsini boş keçdiyini, günün nə qədər hissəsini dolu keçdiyini görə biləcəksən. İndi səndən istədiyim yazdığım boşluqları böyükdən kiçiyə düzməyindir. Məsələn, axşam 4-cü gün axşamı 2 saat boş zamanım var. 5-ci gün isə bu 1 saat, 6-cı gün 30 dəqiqə, bazar günü isə bu 15 dəqiqədir. Bu boşluqları böyükdən kiçiyə doğru olmaqla düz. 5 dəqiqəlik boşluq da varsa, onu da gözdən qaçırtma. Onu da səndən düzməyini istəyəcəm. İndi bu boşluqlara insandan insana dəyişə bilən bir faktordur. Araya kitab oxuma, konspektlə məşğul olma, musiqi dinləmə və ya sevdiyim bir hobi ilə məşğul olmanı əlavə etməyini istəyirəm. Sadəcə dərs çalışmaqla əlbəttə ki, imtahana hazırlaşmaq olmaz ki, 700 bal yığan şagirdlər də sadəcə dərs çalışaraq gedib universitetə daxil olmadılar. Və bu boşluqları məsələn, deyək ki, 5-ci gün 15 dəqiqə avtobusla yol gedirsən, bu 15 dəqiqə məsələn 5 səhifə kitab oxuma maddəsini əlavə edə bilərik. Və ya kitab oxuyacaq vəziyyətdə deyilsən, heç bir kitabın yoxdursa, bu 5 dəqiqəyə məsələn, qaydanın qısa bir təkrarını yaza bilərik. Məsələn, qısa bir təkrar eləyə bilərik qaydamızı və ya axşam edəcəyimiz dərslərin qısa xülasəsini və ya planını çıxarıb, o doğrultuda müəyyən addımlar ata bilərik. Və hər kəsdə olduğu kimi, sənin də bir free time'ın olsun. Yəni, 1-2 saatlıq zaman dilimi. Ora lazımsız boş işlərini salmağını istəyirəm. Lazımsız boş da olmasa, ora sevdiyin bir hobini də sala bilərsən. Məsələn, mənim kimi, mən yürüyüşə çıxmağı çox sevirəm. Ona görə, bazar günü 5-dən 7-yə kimi mənim free time'ım, yəni yürüyüş günümdür. Bir işim də olsa, dərsim də olsa, mən 5-dən 7-yə kimi mütləq yürüyüşə çıxmalıyam. Yürüyüşün faydalarını az çox əminəm ki, bilirsən. Bu yürüyüş olmaya bilər. Məsələn, dostlarla yığışıb futbol oynamaq həm faydalı bir aktivitedir, həm də kardiyak bir idman olduğuna görə səni aktiv tutacaq bir hərəkətdir ki, bu da sənin zehnini aça bilər, zarafat etmirəm. Və ya, nə bilim, rəsm çəkməyi çox sevirsən, həmin məsələn, o sənin free time'ına rəsm çəkməyi əlavə edə bilərsən. Məsələn, həmin vaxt oturarsan, karandaşların, qələmlərin, kitabların rəsm çəkə bilərsən. Bizim hazırlıqdan bir yoldaşımız var idi. Özü boş zamanlarında yaşı da olmamıza baxmayaraq rəngli albomları vardı və oradakı şəkilləri əyləməyi çox sevirdi. Və biraz uşaq hobisi kimi görsənsə də mən çox bəyəndim. Çünki insanın bir şeyi sevməsi, bir şeyə bağlı olması, bir şeyin arxasınca qaçması onu bir şeyə bağlı olmamaqdan daha dəyərli edir. Ən azından insan nə istədiyini edə bilir. Sən də istədiyini edə bilərsən. İstədiyin musiqiçiyə qulaq as, istədiyini çək, istədiyini izlə, istədiyini ye, istədiyini iç. Ancaq bunu hər zaman etmə. Hər zaman etsən, əlbəttə ki, mübahisəli bir mövzu olar. Sadəcə free time'ında istədiyin hobi ilə məşğul ola bilərsən. Özünə biraz zaman tanı. Burada mənə çox müraciət olunur ki, bəs Meyrac, biz yuxudan öncəki saatlara nələr sala bilirik? Bildiyiniz kimi, yəni bir çox gənclər də hazırlıqdan axşam saat 8-də, 9-da, hətta mənim kimi 10-da, 11-də qayıdan yoldaşlar da olurlar. Bu zaman biz deyirik ki, məsələn, axşam gəlib riyaziyyatdan 90 dənə testim var, ancaq axşam gəlirik, nə yeməyi güclə yeyirik, daha sonra yatmaq falan filan deyəndə bir də görürük ki, vaxt qalmır. Axşama mən deyərdim ki, mən də bunu edirəm, yüngül işlərini salasan. Məsələn, riyaziyyatdakı düsturları təkrarlamağı axşama sala bilərsən. Biologiya qaydasını oxumağı axşama sala bilərsən. Kimyadan məsələn 10 dənə məsələ qalıb, çox da bir şey deyil, onu axşama sala bilərsən. Şifahi olan və daha az kimi görünən işlərini axşama salıb onlar üzərində çalışa bilərsən. Məsələn, mən çox zaman video skriptimi axşam yazıram. Meditasiyamı axşam edirəm, günlüyümü axşam tuturam. Günün planlamasını da axşamdan edirəm. Çünki axşam onsuz da yorğun oluram.
Axşam çağını yola verdik, yatdıq, durduq, indi isə səhərdir. Səhərə isə ən çətin işlərini salmağını istəyirəm. Əlbəttə, bizim təkcə asan işlərimiz də olmur. Ara sıra çətin işlərimiz də olacaq. Məsələn, nə edə bilərsən? Səhərə məsələn, müəllim sənə dünən dedi ki, al get bu 180 dənə fizikadan bu testi yaz. Qaydana tutaq ki, axşamdan oxudun, öyrəndin, amma test biraz çoxdur. Onu səhər tezdən durduğunda, İradə Bankın zirvəsində olduğunda ondan istifadə edə bilərsən. Bu tək fizik olmaya bilər, müxtəlif fənlər ola bilər. Bəlkə çətin bir tarix qaydası öyrənməlisən. Bəlkə biologiyadan müəllim sənə nuklein turşuları dərsini verib, çox geniş bir mövzudur və sən onu o zaman öyrənə bilərsən. Təkcə test etmək zorunda deyilsən. Ümumiyyətcə, bir sözlə, qısa bir cümlə ilə keçəcək olsam, çətin olan nə varsa səhər tezdən duran kimi ilk iş onu aradan çıxartmağın olsun. Keçən dəfə də demişdim, bu dəfə də deyəcəm. İşə böyük qurbağanı yeyərək başla. Yürüyüş və idman üçün zaman saxla. Əgər idmana gedirsənsə, əgər yürüyüşə çıxırsansa, bunları tam da kəsmək məcburiyyətində deyilsən. Yürüyüşünü, idmanını günün və ya həftənin müxtəlif saatları edə bilərsən. Düzdür, indi buraxılışla əlaqədar olaraq mən idmanı bir aylıq saxlamaq məcburiyyətində qalacağam. Ancaq yürüyüşlərimi saxlamaq planında deyiləm. Onsuz da həftədə bir olan bir şeydir. İdmanı da yəqin ki, yanvar ayının sonlarında saxlayıb mart ayından yenidən davam edərəm. Çünki bu imtahan biraz idmandan daha vacibdir mənə görə. Bir aylıq buraxmayla da əminəm ki, mənə bir şey olmayacaq. Sən də belə edə bilərsən. Yəni bir ayda əminəm ki, bizə bir şey olmaz. Məsələn, evdə yüngülvari məşq edə bilərik ki, çox da bir əzələ itkisi olmasın, çox da bir nə bilim artıq çəki alma, artıq çəki vermə kimi hadisələrlə rastlaşmayaq. Bunlar iç qaraltıcı hadisələrdir. Yürüyüşlərin varsa, məsələn, bazar günü mən kimi 5-də 7-də yürüyüşə çıxırsansa, onu kəsmə, qalsın. Məsələn, biraz çətin olar, tapşırığım çox olar, 5-dən 6-ya çəkərəm onu. Məsələn, 6-dan 7-yə çəkərəm, günün artıq uzanmağa başlayır. 6-dan 7-yə çəkərəm onu ki, heç olmasa bir hobim qalsın. Yəni, sadəcə dərs oxuyaraq, sadəcə sosial media ilə həyat keçmir həqiqətən də. Və bunu da deyəcəm, həftədə bir dəfə sosial media zamanın olsun. Düzdür, çox da tövsiyə etmirəm, ancaq ekran bağımlısı bir insansansa, telefona baxmadan dayana bilmirsənsə, bir dəfə həftədə sosial mediaya baxa bilərsən. Məsələn, bu 6-cı gün, bazar günü, həftə sonları ola bilər. Məsələn, sən deyirsən ki, mən yürüyüşə çıxmayacağım, qardaş. Yürüyüşə çıxmaq mənlik deyil. Otur sosial mediada fırlan, 1 saat, 2 saat, ancaq bununla da limitlər. Düzdür, məsələn, yürüyüşə çıxmaq ondan daha faydalıdır, ancaq sənin seçimin bu doğrultuda da ola bilər. Sosial mediaya biraz zaman ayıra bilərsən. Çünki dayanmadan sosial mediaya kəssən ki, bağımlı bir birəysənsə, bağımlı bir insansansa, müəyyən yerdən sonra bir partlama yaşayacaqsan. Bu partlama nəticəsində sən hər gün sosial mediaya baxacaqsan. Hər gün Reels çevirəcəksən, hər gün Shorts izləyəcəksən, hər gün TikTok keşfətində itib batacaqsan. Ona görə həftədə bir dəfə də sosial mediaya zaman ayıra bilərsən. Bu da istək daxilindədir. Sona biraz yolla əlaqəli bir şeylər saxladım. Yol videomuzda buna biraz toxunmuşdum, ancaq o video təəssüf ki, biraz az izləndi deyə bu videoda da biraz toxunmaq istəyirəm və bu dəfə biraz daha geniş yazmışam. Bəzilərimiz hazırlıqlara piyada, avtobusla, marşrutla, metro ilə və ya taksi ilə gedirlər. Bu zaman sadəcə yolda oturub dümdüz yola baxmaq da bizim vaxtımızı itirir. Çünki vaxtımız qızıldır və biz onu dəyərləndirməliyik. İmtahan ilində olduğumuza görə bizim hər saniyəmiz dəyərlidir. Yəni yolda nələr edə biləcəyik, gəlin onlara bir baxaq. Qayda təkrarlamaq. Hazırlığa gedəcəksən, məsələn, biologiya hazırlığına, olsun tarix hazırlığına. Bu zaman sən qaydanı təkrarlaya bilərsən. Məsələn, evdə tərtəmiz qaydanı öyrəndin, bir xırda-parra yadından çıxa biləcək detallar qalıb, çətin olan qismlər qalıb. Məsələn, bayaqki nümunəyə ilə gedim, nuklein turşularından məsələn adları qalıb, hansı qalıqlar var idi, ona baxa bilərsən. Məsələn, dezoksiriboza, riboza, bunlara baxa bilərsən. Məsələn, xırda-para elementlərə baxa bilərsən, adlandırmaya baxa bilərsən. Ümumiyyətcə, primitiv detallara biraz daha çox diqqət edə bilərsən. Məsələn, eralar cədvəli olar biologiyadan, o zaman onu yolda biraz baxa bilərsən. Və ya tarixdən hansısa müəyyən dövr olar, Çin, Hindistan və s. bir şeylər olar. Ona yolda məsələn yüngülvari bir göz gəzdirə bilərsən ki, bu da sənin dərs boyu performansını qaldıracaq bir amildir. Daha sonra günün planını çıxarda bilərsən. Məsələn, gün boyu nə edəcəyini bilmirsən, nə ilə məşğul olacağını bilmirsən, biraz qərarsızsan və bu zaman günün planını çıxarda bilərsən. Məsələn, sabah nə edəcəksən, bu gün nələrlə məşğul olacaqsan, evə qayıtdıqdan sonra hazırlıqdan, idmanını, yürüyüşünü, yeməyini, içməyini, sosial media zamanını, yatmağını belə plan şəklində çıxarda bilərsən. Onlayn testlər işləyə bilərsən. Məsələn,
Bəzi telefonda PDF-lərim vardı. Oradan sən onlayn test işləyə bilərsən. Məsələn, mətn testlərini mən yolda işləyirəm. Yəni məsələn, qapalı suallarını yolda işləyirəm, açıqlarını isə evdə gəlib dəftərə yazıram. Mətn işləmək biraz rahatdır mənim üçün. Yəni yolda oxuyuram. Qapalılar da sadə primitiv suallardır. Açıq suallarda evdə gəldikdən sonra onları detallandıra bilirəm. Musiqi dinləməyi düzdür, biraz az tövsiyə edərdim, amma çox yaxşı bir hobidir. Bu zaman hazırlıqdan qayıdarkən bunu tövsiyə edərdim. Gedərkən çox zaman dinləməməyini istəyirəm. Çünki dərsə biraz yüksək fokusla getmək lazımdır ki, yüksək bir verim almaq olsun dərsdən və qayıdarkən ola bilər, məsələn, gecə də artıq 9-10-dur, evə qayıdırsan və biraz musiqi dinləyib ruh yüksəkliyi yaradıb evdə də daha yaxşı dərs oxuya bilər və ya daha rahat yuxuya gedə bilərsən. E-kitab və ya kitab oxumaq. Əminəm ki, şəxsi inkişafla məşğul olursansa, yolda, marşrutda və ya kitab oxuyursan. Məsələn, marşrutda da kitablar oxuya bilərsən. Kitab almağa pulun yoxdursa, e-kitablar da oxuya bilərsən. Google-da bir sürü kitab var, onlardan istədiyini oxuya bilərsən. Bəli, bu gün imtahan ili zaman bölgüsü necə olmalıdır? Mən zaman bölgümü necə edirəm? Bunlardan bəzilərini dedim ki, sən də özündə müəyyən qədər zaman bölgüsü edəsən. Qruplarımız fərqli olsa da, getdiyimiz istiqamətlər fərqli olsa da, əminəm ki, ortaq mövzulara toxuna bildim. Kanala dəstək olmaq məqsədi ilə mənə abunə ola bilərsən və videoyu da bəyənə bilərsən. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.